Salam izləyicilər, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda sizlərə çox dadlı, ləzzətli, xırçıltılı klassik Napolyon tortunun reseptini bölüşürəm. Videoyu keçməmişdən qabaq sizdən kiçik bir xahişim olacaq. Videonu bəyənib abunə olmağı unutmayın. Deməli, ilk öncə qaba 1 ədəd yumurta tökürəm, yarım çay qaşığı duz tökürəm, 1 xörək qaşığı üzüm sirkəsi tökürəm, 200 ml stəkandan 1 stəkan soyuq suyu da bura əlavə eləyirəm. Bunları çırpıcı ilə yaxşı bir-birinə qarışdırıram. Qarışdırandan sonra bunu qoyuruq bir kənara hələlik. Keçirik xəmiri hazırlamağa. Xəmir üçün masanın üzərinə, yəni xəmiri yoğuracağımız yerə 4 stəkan, 200 ml stəkandan 4 stəkan un əlavə edirəm. 250 qram kərə yağı götürmüşəm. Bunu una batıra-batıra sürtgəcin iri gözündən keçirdirəm. Keçirdəndən sonra əlimlə yağı, unu bir-birinə qataraq umaç halına gətirirəm. Ortasına əlimlə gördüyünüz kimi belə boşluq yaradıram və hazırladığım sulu məhlulu bura əlavə eləyirəm. Və asta-asta gördüyünüz kimi unu bu sulu məhlulun üzərinə əlavə eləyə-eləyə xəmirimi yoğurmağa başlayıram. Xəmiri yoğura-yoğura görəcəksiniz ki, biraz yumuşaq və yapışqan bir xəmir alınır. Ola bilər ki, biraz un artıq getsin sizdə, unların növünə görə dəyişə bilər. Mən belə ara sıra biraz un səpirdim altına, çox yapışqan olmaması üçün. Deməli, xəmiri tam yoğurub halı götürəndən sonra uzunsov formaya salıram və 9 bərabər hissəyə bölürəm. İstəsəz kündələri tərəziyə qoyub çəki ilə də, dəqiq çəki ilə də edə bilərsiniz. Mən gözə yarı 9 bərabər hissəyə böldüm. Amma yenə də istəyirsinizsə lap dəqiq ölçüdə olsun, onda tərəziyə qoyub çəkə bilərsiniz. Deməli, bunların hamısını bir-bir kündələyirəm. Deməli, hamısını kündələyəndən sonra bir boş qab götürüb içərisinə biraz cüzi un səpirəm və kündələrimi bura yerləşdirirəm. Üzərlərini salfanla örtüb qoyuram soyuducuda. Təxminən 1 saat qalsın. Kündələr biraz qalıb möhkəm olsun, biraz özlərini tutsunlar. Mən də o sırada keçirəm kremini hazırlamağa. Bir qazana 2 dənə orta boy yumurta tökürəm. Ardından bura 1 stəkan, yəni 200 ml stəkandan 1 stəkan şəkər tozu tökürəm və 2 xörək qaşığı dolu qarğıdalı nişastası tökürəm. Əgər yoxdursa, evdə kartof nişastası varsa ondan da istifadə edə bilərsiniz. Deməli, bunları çırpıcı ilə yaxşı qarışdırıram. Tam qarışdırandan sonra üzərinə 500 ml, yəni yarım litr süd əlavə edirəm. Burada məndə stəkan ölçüsü elə bir 250 ml-dir. Ona görə mən bura elə bir 2 stəkan süd əlavə elədim. Bunları da biraz qarışdırandan sonra qoyuram ocağın üzərinə. Vamxoda qaynayana kimi dayanmadan qarışdırıram. Təxminən 5-6 dəqiqəyə qaynayır. Qaynara düşən kimi görəcəksiniz ki, artıq qatılaşmağa başlayır. Çox saxlamağa ehtiyac yoxdur. Təxminən 1 dəqiqə qaynayandan sonra ocağın üzərindən götürürük. Tez soymağı üçün başqa bir boş qaba tökürəm. Üzerini də streçlə örtürəm ki, soyuyana kimi üzəri qabıq verməsin və qoyuram bir kənarda qalsın, soysun. Təxminən 1 saat keçəndən sonra kündələrimi artıq soyuducudan götürürəm. Kündələrdən birini götürüb altına üstünə yaxşıca un səpirəm və başlayıram açıb yaymağa. Xəmiri soyuducuda gözlətməyimizə baxmayaraq çox yumuşaq xəmirdir. Ona görə çalışın ki, altına üstünə yaxşıca un səpin ki, yapışmasın, yaxşı yayılıb açılsın. Xəmir özü də yumuşaq xəmir olduğuna görə çox rahat açılır. Deməli, burada mənim qəlbimin diametri 24 cm-dir. Elə bir 24 cm-dən biraz geniş açırıq xəmiri ki, biz onu pişirəndə o onsuz da yığılacaq, balacalaşacaq. Ona görə mütləq çalışın biraz geniş açın ki, pişəndən sonra tam ölçüsündə çıxsın. Sobanın istini tərsinə çevirib xəmiri bura yerləşdirdim. Onda daha rahat olur xəmiri çıxartmaq. Ona görə mən belə etdim. İstəsəz içərisinə də qoya bilərsiniz.
Üzərinə də biraz çəngəllə deşiklər atıram ki, qabarıqlar əmələ gəlməsin bişəndə. Və qoyuram sobanın alt üst rejimində 270 dərəcədə 10-15 dəqiqə pişsin. Digər kündələrdə eyni qayda ilə hazırlayıb bişiririk. Artıq yuxalardan biri bişib. Gördüyünüz kimi belə qəşəng qızarmalıdır. Üzərinə qəlbi yerləşdirib gördüyünüz formada belə kəsib çıxardıram. Bunu isti-isti eləmək lazımdır ki, daha rahat, daha tez çıxsın. Artıq çıxan qıraqlarını da bir qaba tökürəm. Axırda bunları ovuntu halına gətirib Napolyon tortunun üzərinə səpəcəm. Artıq bütün korjlarım bişib hazırdır. Hamısının qıraqlarını kəsib çıxartmışam və qoyuram bunları hələlik bir kənara. Yuxanın qalan qıraq yerlərini də belə gördüyünüz kimi əlimlə yüngülcə əzərək elə bir xırda ovuntu halına gətirirəm. Keçirəm kremin qalan hissəsini hazırlamağa. Krem üçün burada mən 250 qram yumşadılmış kərə yağı götürmüşəm. Bunu mikserlə ağarana dək qarışdırıram. Qarışdırandan sonra soyuyan bişmiş kremdən bir qaşıq götürə-götürə bura əlavə eləyirəm və bunları qarışdırıram. Kremi mütləq qaşıq bura əlavə eləyin. Yəni birdən-birə töksəz, onda krem çürüyəcək, qəşəng alınmayacaq. İstəsiz zövqə görə dadı daha da qəşəng olması üçün axırda üzərinə 3-4 xörək qaşığı qatlaşdırılmış süd də tökə bilərsiniz. Onda da dadı çox gözəl olur. Məndə hazırda evdə yox idi deyə ona görə qatmadım. Və gördüyünüz kimi çox gözəl bir krem alındı. Keçirəm tortumu yığmağa. İlk yuxanın altına biraz krem sürtürəm ki, mən burada yuxaları üst-üstə yığanda sürüşüb qaçmasın. Deməli, yuxanın üzərinə 1-2 xörək qaşığı kimi təxminən krem tökürəm və bunu başlayıram yuxanın üzərinə yaymağa. İkinci yuxanı da bura yerləşdirirəm. Bunu da eyni qayda ilə üzərini kremləyirəm. Yuxaların arasına çox da kremləmirəm mən. Çünki çox krem olanda üzərində artıq tortun dadı biraz fərqli olur. Onda elə bil çox yağlı olur. Ona görə yuxalarımız da yağlı olduğuna görə çox da krem vurmaq lazım deyil. Yəni bu zövqə görə də istəsəz siz çox da vura bilərsiniz, amma mən burada biraz az, yəni normal istifadə elədim. Nə çox az, nə də çox kremləmədim. Sonuncu yuxanı da yerləşdirəndən sonra üzərinə kənarlarını yaxşı-yaxşı kremləyirəm. Kənarlarını yaxşı-yaxşı kremləmək lazımdır ki, çünki biz bura ovuntuları səpəndə, yəni üzərinə yerləşdirəndə kənarlarına tortun hər tərəfini kremləyəndən sonra gördüyünüz kimi əlimlə belə qırıntıları hər tərəfinə yapışdırıram. Tortum artıq hazırdır. Qoyuram soyuducuda. Təxminən bir 4-5 saat qalsın. Dadı bir-birinə qarışsın və yumşalsın. Mən tortu çox saxlaya bilmədim. Təxmini saat yarım keçdi burada. Bizdə bu tort çox sevilir deyə ona görə çox saxlaya bilmədim. Və bir dilimini kəsib belə sizə göstərmək istəyirəm. Saat yarım qalmağına baxmayaraq tort çox dadlıdır. Mütləq siz də hazırlayın. Əminəm ki, inşallah çox bəyənəcəksiniz. Bu qədər. Sağ olun, salamat qalın.